qadın işçi ilə yatmalıyam, onu sürməliyəm, onu minməliyəm, ondan istifadə eləməliyəm. O sənin bu mənim malımdır kimi davranmaq şərəfsizlikdir, qeyrətsizlikdir, mənəviyyatsızlıqdır. Bir gəlin xeyrağı düşürtmüşəm indi maşından, hıçqıra ağlayır. Deyirəm, ay baş ödəm, niyə ağlayırsan, qurban olmuşsa? Nədir? Gələ su iç, gələ, nə olubdur, danış. Deyir, işdən çıxmışam. Deyirəm, çıxırsan. Mən 28 yaşım var, 28 dəfə işdən çıxmışam. İşdən çıxanda adam ağlayır. Deyir, yox, dalaşmışam, çıxmışam. Deyirəm, de görüm də, nə olubdur, nə məsələdir, nədir, nə deyil. Deyir ki, bəs nədir onadır? Ayrılmışam, ayrılandan sonra öz şotuma, öz ayaq üstündə qalmaq üçün işə girmişəm. İşdə də müdür neçə ildir deyir işləyirəm orada, 1-2 ilə yaxında işləyirəm. Müdür indi məni çağırıbdı ofisinə, açot eləməyə. Mənə deyir, lazımsız təkliflər eləyir. Mənə nə bilim, şərəfsiz sözlər deyir. Şapalağı qoyub qulağının dibinə, tüpürüb üzünə. Özü də yaşı da bundan bir 20 yaş keçər. Deyirəm, düz eləmişsən. Sən həyatdakı ən düz hərəkət eləmişsən, dik durmusan onun qabağında. Amma gəl ki, adamın ailəsinə də baxmaq lazımdır. Onun o qız uşağına kim baxmalıdır? Bu adam işləməlidir. Adam boşananda nə olur ki? Boşanan gedib işləyə bilməz. Ya da boşananı işə götürəndə gərək ondan ətindən, südündən, yağından da istifadə eləyəsən. Şərəfsiz adam işləyir, halal pul qazanır da, maaşı ona sən müftə vermirsən ki. Qeyrətsizlər. Belə insanlar eşidəndə Allahım da olsun cinlənirəm mən, havalanıram.